Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Ssenari yayımlarının 4-cü siniflər üçün Yarpaq test vəsaitindən izahlarımız davam edir. Mövzumuz 22-ci test, tənlik olacaq və A variantı, 2 variantı yəqin ki. İlk öncə tənlik nədir? Qısaca bu haqda məlumat verim və bunu tam olaraq başa düşdükdən sonra keçərik tapşırıqların həllinə. Tənlik məhsulu olan bərabərlikdir. Bax, tərifinə baxırıq. Bir daha deyirəm. Tənlik məhsulu olan bərabərlikdir. Məhsul, yəni dəyişəni olan bərabərlikdir. Yəni ki, bir tənlikdə həm hərflər iştirak edir, yəni dəyişənlər iştirak edir. Məsələn, 5 vurulsun A. Bu dəyişəni olan ifadədir. Bir də gərək burada bərabərlik olsun, məsələn 30. Əgər bərabərlik və dəyişən varsa bir ifadədə, bu nə adlanmış olur? Tənlik adlanmış olur. Əgər ikisindən biri olmasa, bu tənlik deyil. Məsələləri də həll edərkən tənliklər qurmuş olaraq, orada bizə önəmli olan bərabərliyi yaratmağı bacarmaqdır. Əgər bərabərliyi təmin edə bilmiriksə, biz tənlik qura bilmərik. Və o tənliyin də kökü tapılmayacaq. Tənliyi həll etmək kökünü tapmaq deməkdir. Yəni kökü nədir? Dəyişənin qiyməti. Dəyişənin qiymətini tapmaq üçün bildirim ki, tənlik əməllər sırasının tərsi olaraq yerinə yetirilməsidir. Sanki gedib çatmışıq ünvana, geri qayıdırıq, yəni nəyisə itirmişik. Geri qayıdarkən bax fikir verin. Sanki gedəndə sənin sağında qalan hər hansı bir obyekt və yaxud da bir ağac deyək ki, sən geri qayıdanda solunda qalacaq. Deməli, əməllər sırası geri qayıdarkən tərsi yerinə yetirilmiş olur. Tənliyi həll etmək üçün ilkin olaraq 4 əsas hesablama qaydası, yəni ki, əməlin məhsulunun tapılmasını bilməlisiniz. Əslində bunu daha öncəki siniflərdən də bilirsiniz. 3-cü sinifdə tənlik keçmisiniz. Məhsul toplananın tapılması. Daha sonra məhsul azalanın, məhsul çıxılanın, məhsul vuruğun, məhsul bölünənin, məhsul bölənin tapılmasıdır. Bunları bilməsək, biz tənliyi həll edə bilmərik. Yəni ilkin olaraq bunları bilməyimiz lazımdır. Daha sonra müəyyən qaydalar da var. Onları da zaten hər birini öyrətmiş olacağam. Bildirim ki, məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. Məhsul azalanı tapmaq üçün fərq ilə çıxılanı toplamaq lazımdır. Bunu yaddan çıxartmayın. Bax, bunları necə deyək? Məsələn, deyək ki, 5 üstə gəlinsin x bərabərdir 7. Burada x məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. Sonra deyirik ki, məsələn, A çıxılsın 7 bərabərdir 12. Burada A-nı tapmaq üçün nə edirik? 12 ilə 7-ni toplayırıq. Çünki fərqlə çıxılan toplanmalıdır. 12 üstə gəlinsin 7. Məsələn, B deyirəm. Bunu yazdıq. Yazırıq ki, məsələn, 19 çıxılsın B bərabərdir 10. Burada B çıxılandır. Məhsul çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. 19-dan çıxarıq 10-u. Yəni, B-nin qiymətini tapmış olaraq. Daha sonra vurmaya gəlincə toplama kimidir. Necə məhsul toplananı tapmaq üçün cəmdən çıxırdıq. Burada da vurma olduğuna görə tərsi olan nə edirik? Hasili məlum vuruğa bölürük. Məsələn, deyək ki, 3 vurulsun və ya ki, x vurulsun 3 fərq etməz. X vurulsun 3 bərabərdir 18. Buradan da x bərabərdir 18-i nə etməliyik? Bölməliyik 3-ə. Yəni, hasili məlum vuruğa bölürük. Daha sonra bölünənin tapılması. Deyirik ki, D bölünsün 6 bərabərdir 8. Burada D-ni tapmaq üçün, bölünəni tapmaq üçün qisməti bölənə vurmuş olur. 8 vurulsun 6 və ya 6 vurulsun 8 eyni şeydir. Daha sonra deyirik ki, məsələn, 27 bölünsün C bərabərdir 9. Burada C böləndir. Böləni tapmaq üçün nə edirik? Bölünəni 27-ni qismətə bölürük, 9-a bölürük. Bu 4 qaydanı bildikdən sonra, yəni artıq biz tənliyin ilkin mərhələsini keçmiş oluruq. Ondan sonra müəyyən qaydalar var, sizə onları da deyim ki, əgər məhsul mötərizə daxilində olarsa, mötərizənin ətrafı həll olunana qədər
o mötərizə daxilində olan əməllərlə bir yerdə məhsul hesab olunur. Yəni mötərizə qalxmayana qədər o mötərizə bir yerdə bir məhsuldur. Bunu da deyim sizə. Məhsul ədəd vurulduğu və bölündüyü ədədlə bir yerdə bir məhsul olar ki, əgər ətrafında toplama çıxır. Məsələn, deyək ki, x vurulsun 5 üstə gəlinsin 4 bərabərdir 29. Burada x vurulsun 5 bir yerdə bir məhsuldur. Yəni bir yerdə bir məhsul toplanır. Bundan sonra toplama əməli varsa, deməli toplanır. Biz məhsul toplamını tapmaq üçün, yəni x vurulsun 5-i tapmaq üçün nə edirik? Cəmdən məlum toplam, yəni 29-dan çıxmış olaraq 4-dür. Bundan sonra deyir ki, x vurulsun 5 bərabərdir 25. Buna görə də məhsul vurğu tapma qaydasını indi bundan sonra artıq müstəqil olaraq bir məhsul vurğu olmuş olacaq. Bu qaydaları bilsək, bizim üçün yəni tənliyi həll etmək çətin olmayacaq. Əlbəttə, mürəkkəb tənliklərdə daha sonra da tənlik ümumiyyətlə riyaziyyatın özəyidir, belə desək, yanlış olmaz. Bunu çox gözəl şəkildə bilməyiniz lazımdır. Keçirik tapşırıqlara. Birdə yazır ki, təsvirə uyğun tənlik hansıdır? 4 dənə x-in cəmi 24-dür. Yəni ki, bu nə deməkdir? 4 vurulsun x bərabərdir 224. Buradan da məhsul vurğu tapmaq üçün nə edirik? Hasili məlum vurğuğa bölmüş olaraq. X də bərabərdir 56 cavabını alırıq. Bizdən deyir ki, hansıdır? Uyğun tənlik hansıdır? 4 vurulsun x A variantı. Zaten bunu biz həll elədik. Cavablara baxmamışdım. Davam edirik 2-yə. Yazır ki, tənliyə uyğun təsvir hansıdır? Tənliyə uyğun təsvir 5 vurulsun x bərabərdir 120. Yəni x 5 sayda x var və ya ki, x sayda 5 var deməkdir bu. X sayda 5, burada da görsən, x sayda 5 bərabərdir 120 etmiş olur ki, bunun yəni doğru cavabı da alır. Və yaxud da ki, 5 sayda x olmuş ola bilərdi. Yəni, bu da yoxdur. Doğru cavabımız A variantında verilmişdir. 3-ə baxırıq. Yazı tənliyi həll edin. 9 vurulsun A bərabərdir 129. Tənliyi həll etsək, məhsul vurğu tapmaq üçün nə edirik? Hasili məlum vurğuğa bölürük. Və onun şifahi olaraq. Yəni 126-nı 9-a bölmüş olaraq A da bərabərdir. Etmiş olacaq. 14 etmiş olur. Doğru cavab A variantı. 4-ə baxırıq, yenə deyir tənliyi həll edin. Burada məhsul böləni tapırıq. Məhsul böləni tapmaq üçün bölünəni nə edirik? Bölmüş oluruq. Qisməti 72-ni 6-ya bölərik. 12 etmiş olacaq. Y bərabərdir. 12 cavabı da D variantında var. Növbəti 5-ə baxırıq. Yazır ki, hər birində eyni sayda qələm olan 5 qutuda cəmi 90 qələm var. Hər qutuda neçə qələm var? Məsələni hansı tənliklə həll etmək olar? Biz bilirik ki, hər birində eyni sayda qələm olan 5 qutu. Eyni say, yəni hər birində neçə dənə var? Bilmirik. Hər qutuda bilmədiyimizə görə 5 qutu, 5 və o sayıları bilmədiyimizə görə hər hansı bir dəyişənlə ifadə edə bilərik. Məsələn, burada A ilə yazıb, A ilə yazsaq 5 vurulsun A olmuş olacaq. Bərabərdir 90. Doğru cavab da B variantında var. Davam edirik 6 nömrəli tapşırıq. Yazır ki, verilən tənliyə uyğun məsələ hansıdır? 18 bölünsün B bərabərdir 9. Görək nə yazıb? Elvinin 18 kitabı var. O kitablarının bir neçə qutuya yığdı. Hər qutuda 9 kitab oldu. Elvinin kitablarının neçə qutuya yığdı? Əlbəttə elə birincisini oxuyuruq ki, qutulara 18 kitabı qutulara yığmaq, yəni bölmək deməkdir. Və hərəsinə də 9 kitab düşüb. Yəni bunun üçün də elə doğru cavab 18. Burada B ilə işarə bölünsün B sayda varsa, bunu nə edirik? B sayda qutu var, bölürük B-yə və hər qutuda da neçə kitab oldu? 9 kitab. Doğru cavab elə A variantı olmuş olacaq. Davam edirik. 7 nömrəli tapşırığa baxırıq. Yəni Leylanın şkafında bir neçə rəf var. Yəni bilmirik nə qədər rəf var. O hər rəfə 14 kitab yerləşdirmişdir. Leylanın cəmi 70 kitabı varsa, onun şkafı neçə rəfdən ibarətdir? Verilən məsələyə uyğun tənlik hansıdır?
x və yaxud da ki n sayda rəfi var. Hər rəfə 14 kitab qoyub vururuq 14-ə və bərabər olub 70-ə. Fərq etməz, belə də yaza bilər. 14 vurulsun n bərabərdir 70-dir. İkisindən biri olmalıdır. Hansı var? Elə bizim birinci yazdığımız A variantında verilmişdir. 8-ə baxırıq. Yaz tənlik haqqında doğru fikir hansıdır? Yazıb ki, C vurulsun 4 bərabərdir 200 çıxılsın 40. Yəni C ilə 4-ün hasili 160-a bərabərdir. Tənliyi həll etmək üçün əvvəlcə bərabərliyin sol tərəfini hesablamaq lazımdır. Xeyr, bərabərliyin ilk öncə sağ tərəfini. Bildirim ki, məhsul tərəf və məlum tərəf varsa, yəni 2 dənə bərabərliyin solunda da sağında da hesablama varsa, məlum tərəf birinci hesablanır. Əgər o məlum tərəf solda olsaydı, solu birinci hesablayardıq. Sağdadırsa sağı hesablamış oluruq. Burada da birinci sağı hesablayarıq. Burada deyir, yox, bizə isə deyir, sol tərəf hesablanmalıdır. Bu yanlışdır. Doğru fikir bizə lazımdır. Məhsulu tapmaq üçün hasili məlum vuruğa vurmaq lazımdır. Xeyr, hasili məlum vuruğa vurmuruq. Hasili məlum vuruğa bölürük. Bu da doğru deyil. C-də yazır ki, tənliyin qiyməti 35-dən böyük, 45-dən kiçikdir. Bunun qiymətini tapmalıyıq. Birinci məlumdur, burada 160 70 olacaq və 160-ı bölərik 4-ə, bu C eləyəcək 40 70 olur. Deyir ki, tənliyin qiyməti 35-dən böyük, 45-dən kiçikdir. Doğrudur bu. Doğru cavab C variantı. Məhsulu tapmaq üçün fərqin üzərinə çıxılanı gəlmək lazımdır. Fərqin üzərinə məhsulu tapmaq üçün burada yəni belə bir ümumiyyətlə yoxdur. Məhsulu tapıb çıxma əməli deyil, vurma var burada. O səbəbdən də yəni bunda bu ifadəni də yəni burada deyilənləri yerinə yetirməliyik. Keçirik növbəti 9 nömrəli suala, tapşırığa. Yazır ki, sualı hansı tənliklə həll etmək olar? 68-i neçəyə böldükdə 7 alınır? 168-i. 168-i neçəyə böldükdə bilmirik. Hər hansı bir K ədədinə bölsək 7 alınacaq ki, doğru cavab A variantında var. Növbəti ona baxırıq, yazır hansı tənliklərin qiymətləri eynidir? A bölünsün 9, 114, bu 126 eləyir A-nın qiyməti. 126-dan çıxsaq 36-nı 90 etmiş olacaq. Burada da 126 eləyir. 1 ilə 2 eynidir zaten. Doğru cavab da B variantı. Bura baxsaq, burada 21-i 6-ya vursaq 126 eləyəcək. Burada 21-dir. Burada da 100-dən 26 çıxsaq 74 etmiş olacaq. 11-ə baxırıq, yazı tənliyi həll edin. 3 vurulsun, y bərabərdir 90 çıxılsın 9. Birinci məlum tərəf hesablanacaq, heyəcək 81 və 81-i 3-ə bölmüş olsaq, heyəcək 27 B variantı. Yəni tənliyi belə yazmış oluruq da. Burada yazım siz üçün. Yəni 3 vurulsun y bərabərdir 90 çıxılsın 9. 3 vurulsun y bərabərdir 90-dan 9 çıxırıq. Eləyəcək 81. Y də bərabərdir. Hasili 81-i bölmüş oluruq 3-ə. Y də bərabərdir eləyir 27. Davam edirik. Növbəti tapşırıq 12 nömrəyə tapşırığa baxırıq. Yaxşı, verilən tənlik hansı sualın həlli yoludur? Aya baxırıq. Hansı ədədlə 6-nın hasili 144 ilə 24-ün cəminə bərabərdir? Burada fərqinə bərabərdir. Bu deyil. Hansı ədədi 6-ya böldükdə, burada bölməyiblər, vurublar. Bu da deyil. Heç digərinə ehtiyac yoxdur. Hansı ədədi 144 ilə 24-ün fərqinə böldükdə qismətdə 5, qismət 5-ə bərabər olacaq. Bu da deyil. Hansı ədədlə 6-nın hasili 144 ilə 24-ün fərqinə bərabərdir? Doğru cavab D variantı olmuş oldu. 13-ə baxırıq. Tənliyi həll edin. Məhsul bölünəni tapmaq üçün qisməti bölənə nə edirik? Vurmuş oluruq.
16-nı 7-yə vurmuş olaraq ki, bu da eləyəcək. Deməli 42 112 etmiş olur. Doğru cavab A variantında var. 14-ə baxırıq hansı tənlik həll edilmişdir. Baxırıq 4 vurulsun M 52. 52-ni bölsək doğrudur. Bu 13 eləyir. 35-i 7-yə bölsək 5 eləyir. Burada vururuq. 24-ü 3-ə vursaq 72 eləyəcək. 126-nı 6-ya bölsək 21 etməlidir. Amma burada 60 yazılıb. Doğru cavabımız, yəni səhv hesablanmış olan cavab D variantıdır. 15-ə baxırıq, yazır ki, verilən suala uyğun tənlik hansıdır? 8-i hansı ədədə vurduqca 88 alınır? 8-i x-ə vursaq 88 alınacaq. Doğru cavab A variantı. 16 tənliyi həll edin. Burada yenə də məlum tərəf birinci hesablanacaq. Yəni burada yazım sizin üçün. Yazır ki, 215 bölünsün x bərabərdir 40 bölünsün 8. Birinci məlum tərəfi hesablayarıq. Ona görə də məhsul tərəf, yəni 215 bölünsün x olduğu kimi qalır. 40-ı 8-ə bölsək 5 etmiş olacaq. Məhsul böləni tapmaq üçün x bərabərdir. Bölünəni 215-i bölmüş oluruq 5-ə. Qismətə. X də bərabərdir. 215-i 5-ə bölmüş olsa 43 etmiş olur. Doğru cavabımız A variantında verilmişdir. Bu qədər. Növbəti testin izahı ilə qarşınızda olarıq. Bəyənməyi, kanala abunə olmağı unutmayın. Hələlik sağ olun.